Bugün Naxçıvana dronla bir saldırı. Üzgünəm və bu gecə səhərə kimi də Ərdəbil. Mənim üçün Ərdəbil nədirsə, Naxçıvan odur. Mənim üçün Təbriz nədirsə, Ankara, Bakı odur. Yəni, mən bunları heç vaxt bir-birindən ayırmamışam. Çünki ömrüm də Bakı, Təbriz, Ankara ilə keçib. Və biz Bakı, Təbriz, Ankara edərkən bir gün İsrailin və Amerikanın gəlib bizə devlət quracağını xəyal etməmişdik və mümkün də deyil və mən dəfələrlə bunu demişdim. Naxçıvanı vurulacağını savaş başladığı gün Azərbaycan mediasında zəfər çığlıqları atıldığı gün demişdim ki, unudursunuz. İran ordusunun içərisində Azərbaycan türkləri olduğu qədər İsrailin illərdir yerləşdirdiyi Mossad ajanları var. Yəni İsrail əskərləri də var. Heç fars şovinizmi hərəkət etmədən belə bunlar həm Türkiyə ərazisinə, həm Azərbaycan ərazisinə istədikləri bombanı atıb bizi savaşa çəkəcəklər. Və onu da demişdim ki, bu təkcə Naxçıvanla deyil, Qarabağla, bu dronu Azərbaycanın güneyi ilə, cənubla, yəni Lənkəran, Astara, Masallı, bu bölgələrlə, hətta gərəkirsə Bakı ilə belə sonuçlana bilər. Mən Azərbaycanın 18-20-ci il tarixini çox yaxşı oxumuşam. Bir qaynaqdan deyil və o zamanın qəzetlərini, Türkiyədə yayımlanan qəzetlərini, Rusiyada və başqa yerdə olan qəzetlərini də oxumuşam. Tarix təkarrüddən ibarətdir və mən Azərbaycan televiziyaları Türkiyəyə saldırarkən Azərbaycan xalqı ilə Türkiyəni bir-birindən ayırmağa çalışırlar. Çünki Azərbaycanın bağımsızlığı, Azərbaycanın zəfəri içəridə birilərini rahatsız edir. Azərbaycan televiziyaları Vadoların, Murad Dadaşovların, Azərbaycanda ağıl verənlərin kamran olduğu sürəcə yanlış politikalar. Mən Azərbaycanın bütün günü Ukraynanın yanında göstərmək istəyən mediaya da etirazımı bildirmişdim. Azərbaycan tərəfsizdir, bu bizə lazım deyil demişdim. Çünki Azərbaycana irəlidə işğalçı bir zəmin hazırlayırdılar və mən İran-İsrail məsələsində də ən azından tərəfsiz qalın və xalq olaraqsa təbii ki tərəf olacağız. Orada bizim 50-55 milyon türkümüz var və bugün türk şəhərləri vurularkən 4-5 gün səsini çıxarmayanların bugün Naxçıvanı vurdular deyib ortaya düşəcəyini bilirəm. Çünki Naxçıvan Türkiyənin qarantöründədir. Şuşa bəyannaməsi olmasa belə Türkiyənin bu məsələyə müdaxil olmasını istəyirlər. Bunu Mossad ajanları çox yaxşı bilir və Türkiyəni savaşa çəkmək üçün hər vəchi denəyirlər. Amma Türk siyasətini yönətənlər ağıllı olduğu üçün, bunun biraz zor olacağını bildikləri üçün bugün Naxçıvan hədəfdə, Sarabağ, Qarabağ, o birisi gün Bakı hədəfdə olacaq. Çünki Türkiyə Şuşa bəyannaməsi var və dünən Türkiyə efirlərdə ağız vurub siyasal İslamçıdır deyib aşağılayan şərəfsizlər efirlərdən hardasan Türkiyə yetiş deyə bağırmağa başlayacaqlar. Oyun budur arkadaşlar. Savaş başladığı gün sevinməyin, bu Azərbaycana da ulaşacaq deyə bunu deyirdim sizdən fərqli olaraq. Mən bu sözü təkrarlamaq zorundayım. Universitet diplomlarımızı kənara qoyaq. Arkadaşlar, mən düzənli şahmat oynamış biriyəm və elə indi də millət əlində iqra oynayarkən dünyanın bir çox yerindən satranççıların qatıldığı səhifələrdə onlarla bərabər satranc oynayıram. Bir baxırsan məşhurlar da var, bir baxırsan tanımadığın insanlar da var dünyanın müxtəlif yerində. Bunu niyə deyirəm? Çünki mən hər şeyi satranç taxtasında düzüb görə bilənlərdənəm. Məndən olsa İranın adını bu gecə dəyişib Turan qoyub və orada Türkün qanunlarını bərpa edərdim. Bu mənlik deyil. Bu dünya buna izin verəcəkmi? Və verməmək üçün bizi öldürəcəkmi? Və onun üçün bizim zəmin hazırlamamız lazım idi. Dostlar, Nigar xanımın çıxışı davam edəcəkdir. Mən sizə istəyirəm bir sual verirəm. Hamı bu sual ətrafında fikirləşsin. Sizcə müharibənin 6-7 günü davam edir. İsrail və Amerika neçə milyard pul xərcləyiblər o müharibəyə? Mən buradan cənublu qardaşlarıma səslənirəm. Mən buradan Şimali Azərbaycan vətəndaşlarına səslənirəm. Mən buradan bütün dünya türklərinə, bütün müsəlmanlara səslənirəm. İsrail və Amerika
neçə milyard pul qoyublar indiyə qədər. Və bu müharibə davam edəcək müddətdə sizcə nə qədər pul xərclənəcək bura? Siz də fikirləşirsiniz. Bu pullar İsrail və Amerika tərəfindən xərclənir ki, sən Cənubi Azərbaycanlı orada öz dövlətini elan edib, şimalla birləşib, ikinci böyük bir türk dövləti qurasan. Yəni, necə fikirləşirsiniz? İsrail və Amerika pul qoyur ki, sən azad olasan. Amerika və İsrail əskəri ölür ki, sən müstəqil olasan. Ey mənim qardaşlarım, ey mənim bacılarım, bu sual ətrafında hamınızı düşünməyə dəvət edirəm. İsrail və Amerika əskəri ona görə ölür ki, İsrail və Amerika ona görə milyardlar xərcləyir ki, o dövlət büdcəsindən. Bu müharibəyə xərclənən pul xalqların, istər İsrail xalq olsun, istər Amerika vətəndaşları olsun, onların rifahından, onların sosial güzəştlərindən, həyatlarından, nə bilim, əmək haqlarından, yaxşılaşdırmalardan, onların gələcəyindən kəsilən pullardır. Sizcə, İsrail və Amerika bu pulları qoyur ki, sən azad olasan. Necə fikirləşirsiniz? Xahiş edirəm, bu suallar haqqında fikirləşin. Nigar xanım danışana qədər bu suallar tərəfində müzakirəmiz olacaq. Maalesef. O zəmində Türkiyə və Azərbaycan mediasının öndə olması lazım idi. Oradakı şuuru oyatmaq üçün mücadilə verməsi lazım idi. Amma bizimkilər Mossadın qoyduğu xəttdən çıxamadınız. Öncə Rusiya-Ukrayna məsələsində içəridə bir qışqırtma. Sonra İran-İsrail məsələsində içəridə bir qışqırtma. Azərbaycanı İsrailin kalesi olaraq göstərdi mənim Azərbaycan mediam. Nə yazıq ki və nə yazıq ki. Və mən bugün xarici xəbərlərdən Naxçıvan vuruldu deyərkən oxudum. Hamısı deyir ki, İsrailin dəstəkçisi Azərbaycan vuruldu. O qədər zoruma getdi ki, Güneydəki mənim qardaşıma kurşun sıxılarkən səsini çıxartmayıb, haddini bil şərəfsiz sən mənim xalqımı necə vurarsan deyə bilməyən mediamın olmaması məni incitdi. Dərbdə atılan top öldürür. Uşaqlar Naxçıvana düşən topun eynisidir mənim üçün. Naxçıvanda birinin başından bir tük əskilirsə, Ərdəbildə də əskilir. Ərdəbildə əskilirsə Naxçıvanda da. Sevinirik, Naxçıvanda can kaybı yoxdur. Bəs Ərdəbildə yoxmu? Ərdəbildə ölən uşaq Naxçıvandakının evladıdır. Və bu o qədər zor ki, və bu Qarabağa gələcək. Ermənilər rahat-rahat ayağın üstündə niyə oturdu? Çünki onlara Amerikada bugün bizim sevindiyimiz Trump dostumuzdur dediklərimiz onlara dedi ki, ara qarışanda Paşinyanın seçimini dəyişib, sizin istədiyinizi gətirəcəyiz, ordusuyla yeri əlini qolunu sallaya-sallaya Qarabağa girəcək, biraz da irəli gedəcək. Böyük Ermənistan elə deyil, belə qurulur dedilər. Fərqində deyilsiniz, oyunun fərqində deyilsiniz. Amma mən bunları görürəm. Və mən bunları görürəm, bizlər bir-birimizə sahib çıxmadıqca, devlətin adına görə vətəndaşına dəyər verdiyimiz sürəcə bizdən bir şey çıxmayacaq. Türk Devlətlər Təşkilatı qururduq. Hardadır? Amerika koalisyonu qurduq ya. Amerikan qucağında otura-otura. Ya biz Türkük, bizdən biz qucağa oturmağa alışmamışıq. Kimi hara aparırsınız? Və mən sizlər kimi İranın Cumhurbaşkanının açıklaması vardı. Deyirdi biz Mossadla mücadilə etmək üçün bir komissiya yaratdıq. Başında duran Mossadçı çıxdı. Öz ölkəsində Cumhurbaşkanını, dini liderini qoruya bilməyən və içəriyə hainlərin sızdığı bir ölkədən danışırıq. O hain İran görünümü ilə Azərbaycanı vurur, fərqində deyilsiniz. Və oradakı Azərbaycan insanlarını öldürür, körpə çocukları öldürür, fərqində deyilsiniz. Və öz suçunu başqasına yükləmə peşində. Dünən Türkiyə, bugün Azərbaycan. Görün bunu, sabah Azərbaycanın içindeki Mossad ajanlarının neler yapacağını görün. Görün bunu arkadaşlar ya. Artıq oyanın. Və mən ilk saniyədən deyəndə mənə İrancı deyən alçaqlar hardasınız?
Hardasınız? Ha, çünkü siz 20 manata İsrail'den para alıp 20 manata tweet atan şerefsizlersiniz. Ve bugün televiziyalarımız, İsrail kanalları bile bu kadar İsrail'in propagandasını yapmır. Tamam, anlayıram. YouTube'da hər axmağın biri özünə kanal açıb, devlet televizyonları. Bizim şərhçilər bir tərəf, en azından bir tərəf qalmağa çalışmamız lazım idi. Zemin yaradırsınız. İçerideki Mossadçılar İran görünümü ilə bax, siz orada belə göstərsiniz deyə. İkide bir deyirdiniz ki, hava sahamızı, nə bilim, hə, indi Naxçıvanı İsrailə buraxmaq üçün gəl burada hava sahamını qoru demək mi üçün bunu edirsiniz? Və hər yerdən əlimizi qolumuzu kəsməyə çalışacaqlar. Siyasətinizi değişin. Türkiye'ye söyənlər, Rusya, İran benim qonşum da her zaman dedim. Yavaş yavaş. Önce belə onlarla bunları göz ardı edip tullanıp gidip okuyan notayındaki ilə qucaqlaşarsan, onların ikisinin de İsrail'in de İran'ın da girdiği yer cehennemdi arkadaşlar. Buna göre mənə nə deyirsiniz deyin. Onların qardaş deyip getdikləri ölkələri görün, xaraba, cehennem. O boyda sərvəti ilə Hindistan insanının yaşamına bir bakın. Her gün orada ne kadar insanlar ölür bir bakın. Artık özünüze gelin. Bir yanlış yaptık. Hem de büyük yanlış yaptık. Çok büyük yanlış yaptık. En azından tərəfsiz qalmalıydık. Tərəfsiz. Ama biz bugün tərəfsiz deyilik. Biz bugün Amerika'nın Qafqazdaki kuklasıyız. Dünənə kadar Gürcüstana, Ermənistana deyirdik. Onlardan daha beter kukla olduk. Bir xəstə ruhlu Trump bir yıl sonra ne olacak? Bir yıl sonra gelen diyecek ki ben Ermenistan'dan yanayım ve Ermenistan'a destek verip üstümüze gelecek. Onda ne edeceksiniz? Görün bunu. Görün. Gecdi düzdü bilirəm. Ama o siyaset değişmeli. Anında medyada bu siyaset değişmeli. Vəziyyət yaxşı değil. İlk saniyeden demiştim vuracaklar. Çünkü bunları görürdüm. Görürdüm bunları. Ben sizler kim kalkıp lanet okuyup otura bilmərəm. Çünkü savaşın kuralları var. Ve Suriye savaşanda Türkiye ərazisini dəfələrlə vurdular. Dəfələrlə Irak ərazisi vuruldu, İran ərazisi vuruldu. Ya Afganistan savaşında dəfələrlə Pakistan ərazisi vuruldu. Qonşu ölkələrin əraziləri vuruldu. Tacikistan'a bile top attılar. Artık bunu anlayın. Savaşın bir kuralları var. Bu kuralları ağıl çizer. Bizim ise ağlımızı elimizden alıp veripler axmaq siyonizmə. Bu savaş kurallarını ve bu dengeleri medya dengeleyir. Medyamıza bir girin bakın ne gündedir. Ne kışkırtma politikası yürüdürsünüz ya. Avuç içi boydayıq. Güclən. Axı niye? Qonşularla iyi bir siyaseti olmayan ülkeler gelişmez. Bakın Avrupa'ya. Birbiriyle çəkişdikləri dönemde 2. Dünya müharibəsində məhv oldular. Bugün ise bir bakın. Gedin bakın sonra danışarsınız. Gedin bakın. Qonşuluq politikası bərbad olanlar Okyanlı tayından Siyonist İsrail'den medet umanların hamısı cehennem odunda yanır. Olan xalqı olur, zənginlərin neyine lazım? Hamısının sərvəti var, qoymuşsunuz banklara. Lənət olsun hamınıza. Dostlar, Nigar xanımın verdiği bu qiymət kimsə qane eləməyə bilər. Amma mən şəxsən Nigar xanımın dediklərinin altından özümüzə atıram. Hesab edirəm ki, bu baş verən hadisələrə xalq olaraq, dövlət olaraq Azərbaycanın münasibəti məsbəli olmalıdır. Bugün İsrail və Amerika İrana qarşı ədalətsiz, haqsız və qanunsuz müharibə aparır. Bunun bir başqa adı yoxdur.